Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və E-Media Qrup Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə inklüziv və autizm spektrindən olan uşaqların iştirakı ilə Kainatın sükutunu yaradan uşaqlar mürəkkəb quruluşlu qarabasma janrında bədii səhnə əsərinin təqdimat mərasimi keçirilib. Tədbirdə Milli Məclisin deputatları, müxtəlif qurumların nümayəndələri, incəsənət və ictimaiyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Professor Hicran Hüseynova qeyd edib ki, ölkəmizdə həyata keçirilən böyük dövlət proqramı çərçivəsində hər bir dövlət qurumu uşaqların problemləri, onların hüquqları, təhsili, sağlamlığı ilə bağlı böyük işlər görür. Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və layihə rəhbəri Fərid Bağırov çıxışında tamaşanın əsas mahiyyətindən bəhs edərək bildirib ki, həmin layihə inklüziv dəyərlərin təşviqi, fərqli bacarıq və imkanlara malik şəxslərin yaradıcılıq prosesinə cəlb olunması istiqamətində həyata keçirilən geniş miqyaslı və çoxsahəli təşəbbüslərin bariz nümunəsidir. E-Media Qrup Media Təşkilatının sədri Elşən Əliyev çıxışında həmin xüsusi layihənin inklüzivliyin və fərqliliyin dəyər kimi qəbul olunmasını təşviq etməklə yanaşı, fərdi yaradıcı potensialın üzə çıxarılaraq cəmiyyətin fəal bir hissəsinə çevrilməsi məqsədi daşıdığını deyib. Daha sonra Kainatın sükutunu yaradan uşaqlar bədii səhnə əsərini nümayiş etdirib. Tədbirin yekununda layihədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub, onların yaradıcı fəaliyyətlərdə fəal iştirakı və göstərdikləri səylər yüksək qiymətləndirilib. Tədbir çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.